Salam əziz həmkarlar. Biz bugün şərti və şərtsiz reflekslər, emosiya, yaddaş, yuxu, xarakter və qabiliyyət, DİM test bankından izahlara baxırıq. Düşüncəli fəaliyyətin ən ali formasıdır təfəkkür. Bir çox heyvanlar ətraf mühitdəki əşyaları və hadisələri əlaqələndirən, qanuna uyğunluqları duymaq və onlardan yeni şəraitdə istifadə etmək qabiliyyəti necə adlanır? Bir çox heyvanlar ətrafdakı əşyalarla hadisələr arasında əlaqəni duyursa və onlardan yeni şəraitdə istifadə edirsə, bu düşüncəli fəaliyyətdir. Aşağıda göstərilənlərdən hansı şərtsiz reflekslər təmin etmir? Orqanizmin daxili mühitinin sabitliyini təmin edir, instinktləri təmin edir, çoxalmanı təmin edir, orqanizmin bütövlüyünün saxlanılmasını təmin edir, ancaq təlim şərtsiz yox, şərti refleksdir. Yuxu görmə zamanı böyük yarımkürələr qabığının hansı nahiyəsinin fəaliyyəti daha çox artır? Yuxu görmə zamanı görmə nahiyəsinin fəaliyyəti daha çox artır. Lalə musiqi havalarını yadda saxlayır, onu tez-tez təkrar edir. Bu onda hansı yaddaş növünün xüsusilə inkişaf etməsi ilə əlaqədardır. Baxın, musiqi havalarını yadda saxlayırsa, onu tez-tez təkrar edirsə, burada obrazlı yaddaş var. Hərəkət, idman və əmək vərdişləri hansı yaddaşdır? Elə adından göründüyü kimi hərəkət yaddaşıdır. Xüsusən yazıçılarda, aktyorlarda, rəssamlarda, musiqiçilərdə daha yaxşı inkişaf edən yaddaş növü obrazlı yaddaşdır. Qabığın alın yaxud gicgah payı zədələnmiş olarsa, insanda hərəki yaddaş qüvvətlənər, yanlışdır. Obrazlı yaddaş daha yaxşı inkişaf edər, yanlışdır. Bütün yaddaş növləri zəifləyər, doğrudur. Yəni insanda alın payı ilə gicgah payı zədələnərsə, bütün yaddaş növləri zəifləyər. İnsanda psixoloji fəaliyyət və təfəkkür işinin əsas tənzimləyicisidir. Yadınızda saxlayırsınız. Təfəkkürdür, psixoloji fəaliyyətdir. Bunlar beynin böyük yarımkürələr qabığının fəaliyyəti nəticəsində tənzimlənir. Günay kitab oxuyarkən onu çağırmışlar. Bu zaman o səs gələn tərəfə çevrilmişdi. Onun bu reaksiyası hansı refleksə aiddir? Səs gələn tərəfə çevrilirsən, yəni səmtini o istiqamətə çevirirsən. Bu səmt refleksidir. Günay kitab oxuyarkən onu yanındakı otaqdan çağırmışlar. Onun bu hadisəyə reaksiyası göstərilənlərdən hansı ilə tənzimlənir? Biri var sizə hansı refleksdir deyəndə, deyərsən ki, səmt refleksidir. İndi hansı beyni ilə tənzimlənir? Sən də bilirsən ki, işıqdır, səsdir, səmt refleksləridir. Bunlar orta beyinlə tənzimlənir. İnsanda şərtsiz reflekslərin qövsləri keçir. Ümumilikcə, şərtsiz refleksin qövsləri baş beyin kötüyündən, onurğa beynindən, bir də qabıqaltı nüvələrindən. Burada B variantı. Beynin kötü hissəsi və onurğa beynindən keçir. Böyük yarımkürələr qabığının hansı payının zədələnməsi insanda emosiyaların idarə olunmamasına gətirib çıxarır. Emosiyalar alın payı ilə idarə olunur. Alın payı zədələnərsə, emosiyaların idarə olunmamasına gətirib çıxaracaq. Şərti reflekslərin əmələ gəlməsi üçün şərti qıcıqlandırıcı, baxın, şərti refleksin əmələ gəlməsi üçün şərti qıcıqlandırıcı. Məsələn, gözünüzün qarşısına iti gətirin. İtə birinci lampa yandırırdılar, sonra qidanı verirdilər. Lampa olurdu təsirsiz qıcıq. Artıq bir neçə dəfə bunu təkrarladıqdan sonra lampa şərti qıcıqlandırıcıya çevrildi. Niyə? Çünki lampanı yandırıb bir neçə dəqiqədən sonra qidanı verdilər. Bunu təkrarladıqca artıq lampa yanan kimi itdə başlayır ağız suyu ifraz olunmağa. İt təsirsiz qıcıqlandırıcıdan, yəni it deyəndə lampa, təsirsiz qıcıqlandırıcıdan şərti qıcıqlandırıcıya çevrilir və o qidada şərtsiz qıcıqlandırıcıdır. Deməli, şərti qıcıqlandırıcı, şərtsiz qıcıqlandırıcıdan bilavasitə qabaq verilməlidir. Yenə deyirəm, lampa
artıq şərti qıcıqlandırıcı olub, lampa yanan kimi it işığı görür və başlayır ağız suyu ifraz olunmağa. Qida verməkdə qidalanma şərtsiz qıcıqlandırıcıdır və şərti qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcıdan qabaq verilməlidir. Daha sonra eyni növə aid olan heyvanların şərtsiz refleksləri, şərtsiz reflekslər eyni növ heyvanlarda həmişə oxşar olur. Yadınızda saxlayın. İnsan üçün səhvdir. Şərtsiz səmt reflekslərinin qövsləri baş beynin yarımkürələri qabığından keçir. Səmt refleksləri yarımkürə qabığından yox, orta beyindən keçir. Elə səhvdir bu. Şərtsiz reflekslərin qövsləri beyin kötüyündən keçir, doğrudur. Şərti reflekslərin qövsləri baş beyin yarımkürələri qabığından keçir, doğrudur. Şərtsiz reflekslərin qövsləri onurğa beyindən keçir, doğrudur. Şərtsiz reflekslər irsən nəsrə ötürülür, doğrudur. Deməli oldu A variantı. Ümumiyyətcə şərtsiz reflekslər onurğa beynindən, beyin kötüyündən, bir də qabıqaltı nüvələrdən keçir. Böyük yarımkürələr qabığından keçən şərti refleksdir. Refleksə aid verilən ifadələrdən hansı doğru deyil? Şərtsiz refleks orqanizmin bütün həyatı boyu saxlanılır, doğrudur. Səmt refleksi şərti refleksi tormozlaya bilər. Bu da doğrudur. Yəni şərtsiz refleks şərti refleksi tormozluyur. Səmt refleksi şərtsiz refleksi də tormozlaya bilər. Bu da doğrudur. Şərti refleks daimidir, yanlışdır. Şərti refleks sönür. Daimi olan şərtsizdir. Şərti reflekslər tormozlana bilir, doğrudur. Seçenova görə reflekslərin ikinci mərhələsi aşağıda göstərilənlərdən hansı ilə əlaqədar ola bilər? Birinci mərhələ oyanma, ikinci mərhələ oyanma və tormozlanma, üçüncü mərhələdə davranışdır. İkinci mərhələ mərkəzlə əlaqəlidir. Burada baş beyin yarımkürələrin qabığı nahiyəsi olacaq. Seçenova görə refleksin yaranmasının üçüncü mərhələsi aşağıda göstərilənlərdən hansı ilə əlaqədardır? Üçüncü mərhələ davranışdır, yəni işçi orqan. Burada da işçi orqan əzələlərdir. Seçenova görə refleksin birinci mərhələsi oyanmadır. Yəni burada da oyanma, baş beyin qıcığının analizi yox, onurğa beyni yox, dad reseptorlarında əmələ gələn oyanmanı götürə bilərəm. Hansı yaddaş forması təkrar birliyin anası deyil? Bu qeyri-adi yaddaşdır. Heç bir səy göstərmədən mövzu, oxuduğun sənin yadında qalır. Müxtəlif irqlərə aid olan insanlarda şərtsiz refleksin təbiəti necə olur? İrqindən, cinsindən asılı olmayaraq şərtsiz refleks həmişə eyni tipli olur. Şərti qıcıqlandırıcı, şərtsiz qıcıqlandırıcı ilə möhkəmləndirilməsə, orqanizmin şərtsiz reflektor fəaliyyəti güclənər, səhvdir. Şərti refleks güclənər, səhvdir. Şərtsiz refleks tormozlanar, səhvdir. Şərti refleks şərtsiz refleksə çevrilər, səhvdir. Şərti refleks tormozlanar, doğrudur. Yenə deyirəm, deyir ki, şərti qıcıqlandırıcı, şərtsiz qıcıqlandırıcı ilə möhkəmlənmirsə, məsələn, lampa şərti qıcıqlandırıcıdır. Siz lampanı hər dəfə yandırdıqda itdə ağız suyu ifraz olunur, şərti qıcıqlandırıcı olaraq gətirib qidanı verirsiniz. Bir neçə dəfə lampanı yandırıb qidanı verməyəndə artıq itdə ağız suyu ifraz olunmayacaq. Deməli, şərti refleks burada tormozlanacaq. Daha sonra yuxu fazalarının orta davam etmə müddətini nəzərə alaraq 23:00-da yuxuya getmiş adamın gecə saat 1 iradələrində vəziyyətinin səciyyəvi xüsusiyyətlərini seçin. Baxın, ümumilikcə siz bilirsiniz ki, insan yuxuya gedəndə 7-8 yuxu siklində, belə deyim, 7-8 saatlıq 4-5 sikldən ibarətdir. Yəni, insan 7-8 saatlıq yuxuda 4-5 sikldən ibarətdir. Və bu 4-5 sikldə özü 2 fazadan ibarətdir. Ləng faza, tez faza. İnsan hər zaman yuxuya getdikdə ləng fazaya gedir. Daha sonra tez faza, sonuncu yuxuda tez fazasıdır. Yəni, oyandığın yuxu tez fazasıdır. İndi bu 23:00-da yuxuya gedib.
Yuxuya gedəndə lənc faza başlayacaq. Lənc faza da 1 saat və ya 1,5 saat olur. Bunu 1 saatla götürürsən, deməli bir iradələrinə lənc yuxu fazasına uyğun gəlir. Çünki 23:00 12 23:00 yəni üstlərinə də 1 saat gəlirsən də. Yəni 1 saat gələndə bir iradələrinə, birə işləmişə falan gətirir, nə çıxardır? Lənc yuxu fazası. Çünki ilk yuxuya lənc yuxu fazasına gedir. İndi burada lənc yuxu fazasına aid olanları seçəcəksən. Daxili orqanların fəaliyyəti artır, bu tez yuxudur. Nəbz zəifləyir, lənc yuxudur. Tənəffüs güclənir, tez yuxudur. Ürəyin işi qüvvətlənir, tez yuxudur. Əzələlərin ümumi boşalması baş verir ləncdə. Maddələr mübadiləsisi güclənir tezdə. Bədən temperaturu aşağı düşür ləncdə. Gözün hərəkəti baş verir tezdə. Deməli 2, 5, 7 oldu lənc yuxuya. Əgər itdə ağız suyu ifrazı qidanı görərkən baş vermişsə, bu zaman refleks qövsü necə keçər? Ümumiyyətlə yadınızda saxlayın. Qidanı gözü ilə görəcək. Görmə reseptorundan görmə siniri çıxır. Bu da böyük yarımkürələrin qabığına gedəcək. Oradan ağız suyu ifrazının mərkəzi oyanacaq. Oradan da ağız suyu vəzi ifrazı olunacaq. İndi baxaq, çünki niyə belə görmədən gedirəm? Görmə ilə dad arasında müvəqqəti əlaqə yaranır. Dil reseptorları çıxıram. Görmə reseptoru doğrudur. Görmə siniri də doğrudur. Beyin yarımkürələri qabığı da doğrudur. Dil reseptoru yox, ağız suyu ifrazın mərkəzi olmalıydı. Burada dil çıxdım. Görmə reseptoru, ağız suyu vəzsi yerin dəyişik verib çıxdıq. Deməli, görmə reseptoru, görmə siniri, beyin yarımkürəsinin qabığı, ağız suyu mərkəzi, bir də ağız suyu vəzsi. Doğrudur bu. İnstinkt deyil. Tut ipək qurdunun barama hörməsi instinktdir. Yazda durnaların öz doğma yerlərinə uçub gəlməsi instinktdir. Arıların bal hazırlaması instinktdir. Sahibi səsləyəndə itin qaçıb gəlməsi düşüncəli fəaliyyətdir. Xaçlı hörümçəyin tor qurması instinktdir. Deməli oldu 26-da D variantı. 27. İnsan cəmi 8 yuxu fazasında yatdığını, yəni siz bilirsiniz ki, yuxu 4-5 sikldən ibarətdir. Deməli 4 sikl yatıb. Çünki bir siklimdə 2 faza var. Əvvəlcə bunu bildik. Yatdığını fazaların minimal davam etmə müddəti şəraitində qəbul etsək, o neçə saat yatıb. Buranı silək, baxın, belə deyəndə çubuq formasında yaz. Lənc yuxu fazası, tez yuxu fazası. 2 faza. Lənc yuxu, tez yuxu, 3 faza. Yəni, bax, 1, 2, 3, 4. Lənc yuxu 5, tez 6, lənc yuxu 7, tez 8. Düzdür. Burada oldu 8 dənə faza. Çünki lənc yuxum özü bir fazadır, tez yuxumda bir fazadır. 8 faza 4 sikl var. İndi deyir ki, minimal davam etmə müddəti. Sən də bilirsən ki, lənc yuxu minimum 1-dir. Tez yuxuda minimum deyirsə 10-la gedirsən, maksimum 15-lə. Sonuncunu da sənə verib 25. İndi bundan yazırıq. Lənc yuxu 1 saat, tez yuxu 10 dəqiqə. 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 İndi birinci sən buradan lənc yuxunu tap. 1 saat, 2 saat, 3 saat, 4 saat. 4 saat oldu lənc yuxum. 10, 10, 20, 30. 30'un da üzərinə sonuncunu sənə verib 25-lə. 30'un da üzərinə gəlirsən 25. Nə eləyir? 55. Deməli 4 saat 55 dəqiqə bu adam yuxu yatıb. Yəni bax bu formada düşsəniz, həllini daha yaxşı tapa biləcəksiniz. Deməli oldu 4 saat 55 dəqiqə. İndi burada da sizə deyir, yenə gəlin yazaq. İndi maksimal davam etmə müddətini deyir. Baxın, gəlin birinci belə yazaq. Lənc yuxu neçə faza deyir? 8 yuxu fazası. 2 lənc yuxu, 3 lənc yuxu, 4 lənc yuxu. İndi tez yuxuları düzək. Tez yuxu 1, 2, 3, 4. Oldu cəmi 8 fazam. İndi lənc yuxunun davam etmə müddətini yazaq. Maksimal deyirsə 1/5 ilə gedəsən. 1/5. Tez yuxunu da 15 ilə gedəsən. 15. Daha sonra lənc 1/5.
tez 15. Lənc 1/5, tez 15. Lənc 1/5, tezi də sonuncunu məsələnin şərtində 30 ilə verib. Vəsiyodda həll elə. Lənc yuxu 1/5, 1/5, 2, 3, 4. 1/5-i vur 4-ə. 6 saat buradan oldu. Deməli 6 saat lənc yuxuda yatıb. İndi tez yuxunu tap. 15, 15, 30. 30-un üstünə 15 eləyir 45. 45-in üstünə 30 gələndə nə eləyir? Hesablayın görək, düz gedirikmi? 45-in də üzərinə riyaziyyatım biraz zəifdir. 30 gəlirik, eləyir 75. Deməli 75 dəqiqə də bu adam nədə yatıb? Tez yuxu fazasında yatıb. İndi bizdən nəyi soruşur? Ümumini. 75 dəqiqəm nə eləyir? 1 saat 15 dəqiqədir də. 75-in içində 60 dəqiqə var, 1 saat. Yəni 1 saat 15 dəqiqədir 75 dəqiqəm. 6 saatla 1 saat 15 dəqiqəni topla. Bu da eləyir 7 saat 15 dəqiqə. Yəni onu dəqiqəyə də çevirib yaza bilərsən. Mən yazdığım formada da yaza bilərsən. Deməli burada da cavab oldu Y variantı. İndi baxın, 5 dənə tisikl deyir. Deməli 5 tisikl varsa 10 fazadır. Çünki mənim bir yuxu tisiklim 2 fazadan ibarətdir. İndi insanda 5 yuxu tisikli baş vermişdir. Qəşəng düz. Lənc yuxu, tez yuxu 1 tisikl. Lənc yuxu, tez yuxu 2 tisikl. Lənc yuxu, tez yuxu 3 tisikl. Lənc yuxu, tez yuxu 4 tisikl. Qoy buradan yazaq. Lənc yuxu, tez yuxu 5 tisikl. Tisiklimi yazdım. İndi deyir insanda 5 yuxu tisikli baş vermişdi. Lənc və tez yuxu fazalarının maksimal müddətdə baş verdiyi nəzərə alınarsa, lənc yuxu fazasının ümumi davam etmə müddəti tez yuxu fazasının davam etmə müddətindən nə qədər çox olar? Vəsiyo, lənc yuxu 1/5-dir. Ümumiyyətcə bunu niyə elə gedirsiniz? Bilirsiniz ki, lənc yuxu 1/5-dir. Niyə düzürəm ki? Hesabla. Bir dənə lənc yuxu, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə. 5 dənə lənc yuxum varsa, 5-i vurasdan 1/5-ə maksimal deyir. Tapasdan lənc yuxunu. 5-i 1/5-ə vuranda nə eləyəcək? 5 vuraq 1/5. 7/5. Buradan bunu tapdım. Deməli da buranı lənc yuxum mənim oldu 7/5. İndi tez yuxum bir dənə sonuncunu 30-la gedəsən də maksimal deyir. Tez yuxum, bax, buradan karandaşı dəyişək. Bir dənə tez yuxum, 2 dənə tez yuxum, 3 dənə tez yuxum, 4 dənə tez yuxum. 4 dənə tez yuxum 15 dəqiqədə eləyir, nə eləyir? 4-ü vurasan 15-ə. Eləyəcək 60 dəqiqə. 60-ın da üzərinə gəlirsən bu sonuncu tez yuxunu. 30-u eləyir 90 dəqiqə. Yəni 1 saat 30 dəqiqə mənim tez yuxumda yatıb. 7 saat 5 dəqiqədə mənim lənc yuxumda yatıb. İndi buradan çıx. 7 saat 5 dəqiqədən çıxırsan 1 saat 30 dəqiqəni. Və ya bunu elə birbaşa dəqiqəyə də çevirə bilərsən. Məsələn, 7/5, indi bunu bildikdə 1 saat 90 dəqiqə, bu da 7/5 saat. Bunu baxın, ən asan formada belə yazın. Bildin ki, lənc yuxu 7/5 saatdır. 7/5 saatı çevir dəqiqəyə. Dəqiqəyə çevirəndə nə eləyir? 7/5-i vurursan 60-a. Deməli 450 dəqiqə burada yatıb. Tez yuxum neçə dəqiqə oldu? 90 dəqiqə. Bunlar arasında fərq nə qədərdir? 450-dən çıxırsan 90-ın. Arasında fərq 360 dəqiqədir. Mənim də 1 dəqiqəmdə 60, 1 saatımda 60 dəqiqə var. 360-ı bölürsən 60-a saatı tapırsan. Tapdım buradakı ortadakı fərq 6 saatdır. Belə gedəndə variant daha çox uyğun gəlir. Deməli burada oldu 29 C variantı. Dəqiqəyə çevirin, elə yazın. Yadda qalacaq onda. İndi yenə 4 yuxu tisikli baş vermişdi. Sən də bilirsən ki, 4 yuxu tisiklimdə 8 faza var. Bunun 4-ü lənc yuxu fazasıdır, 4-ü tez yuxu fazasıdır. Artıq sıralama düzmədim də. İndi burada yenə lənc və tez yuxunun maksimal davam etmə müddətinin baş verdiyini nəzərə alaraq, lənc yuxu fazalarının ümumi davam etmə müddəti tez yuxu fazasından. 4-ü vurarsan 1/5-ə lənc yuxunu. 4-ü 1/5-ə vuranda eləyir 6. Məncə 6 eləyir. 4 vuraq 1/5. 6 saat.
Deməli 6 saat ləng yuxuda yatıb. Tez yuxu necə olur? Tez yuxuda sonuncu yuxum 30-dur. Yerdə qalan 3-üm 15-dir. 3-ü vurarsan 15-ə, üstünə bir də 30 gələcəksən. Bu nə eləyəcək? 3-ü vurursan 15-ə, eləyir 45 dəqiqə, üstünə də 30, 75 dəqiqə. Yəni 1 saat 15 dəqiqə. 6 saatdan da çıxarsan 1 saat 15 dəqiqəsin. 6 saat çıxaq 1 saat 15 dəqiqə. Bu da eləyir 4 saat, hardasa 4 saat 45 dəqiqə. Və bunu dəqiqə ilə də çıxa bilərsən. 75 dəqiqəni buradan tapdın. 6 saatımdan 2 dəqiqə var. 6-nı vur 60-a, eləyir 360 dəqiqə. 360 dəqiqədən də çıx 75 dəqiqəni, eləyir 285 dəqiqə. Bunu da bölürsən 60-a, düşür 4 saat 45 dəqiqə. D variantı. Daha sonra 31. İndi 31-də nə deyir? Aşağıda it üzərində aparılmış bir təcrübənin ardıcıllığı verilmişdir. Təcrübənin axırıncı mərhələsində iti qıcıqlandıran işıq necə adlandırıla bilər? İşıq ağız suyu refleksi yoxdur. Burada təsirsizdir. Ət ağız suyu refleksi var. Burada artıq şərtsiz qidalandırıcıdır. İşıq, ət, ağız suyu refleksi var. İşıq çevrildi şərti qıcıqlandırıcıya. İşıq, ağız suyu refleksi var. Bu şərti qıcıqlandırıcıdır. Yəni şərti qıcıqlandırıcı da B variantı. Sxemdə it üzərində aparılmış bir təcrübənin ardıcıllığı verilmişdir. Təcrübənin ilk mərhələsində iti qıcıqlandıran işıq necə adlandırıla bilər? Təsirsiz qıcıqlandırıcı. Çünki burada itə işıq yanır, ağız suyu refleksi yoxdur. Artıq təsirsiz qıcıqlandırıcı olacaq. Əgər insan maksimal yuxu fazaları keçiribsə, yəni 5 sikl keçiribsə, çünki insan 4-5 sikldir, maksimal yuxu deyirsə 5 sikldən getirirsən, yəni 10 faza keçirib. Əgər insan maksimal yuxu fazaları keçirməklə 1,5 saat tez yuxu fazasında olmuşdursa, o neçə saat yatmış olar? Bütün ləng yuxu fazalarının davam etməsi maksimaldır. Ümidcə maksimum yatıb. İndi baxın, bir dənə ləng yuxunu qoyuram, tez yuxuyuna əl vurmuram. Tez yuxumu 1,5 saatdır. Yəni gəlin dəqiqəyə çevirək də, görək neçə dəqiqə yazmalıyam tez yuxuya. 1,5-i vururam 60-a. 90 dəqiqə yazmalıyam. Burada 15 dəqiqəmdir. Sonra ləng yuxu, tez yuxu. Bu da 15 dəqiqəm, eləyir 30 dəqiqə. Hələ 60 dəqiqəm durur. Sonra ləng yuxu, tez yuxu. Bu da 15 dəqiqəm, elədi 45 dəqiqə. Buradan yazaq. Ləng yuxu, tez yuxu. 45 dəqiqə, bu da 15 dəqiqə. Eləsin 60 dəqiqə. Sonuncum da mənim sonuncum. Ləng, tez buradan yaza bilsəm. Sonuncum da 30 dəqiqədir. Aha. Tapdım ki, ləng tez yuxu fazasında 1,5 saat yatıb. Hesablayın da 15 elədi 30, 30 60. Daha sonra 60-ın üstünə 15 75, 15 90 dəqiqə. 90 dəqiqəm də nə eləyir? Mənim 1,5 saat eləyir. Всё, bunu düzdük, bunu bildik. İndi tez yuxu fazasını ləng yuxunu düzürsən, tezi bildin. Ləng 1,5 saat burada, 1,5 burada, 1,5 burada, 1,5 burada, 1,5 burada. 1 ləng yuxum, 2 ləng yuxum, 3 ləng yuxum, 4 ləng yuxum, 5 ləng yuxum. 5 dənə də ləng yuxum var. 1,5-i də vurursam 5-ə. 7,5 saatda ləng yuxuda yatıb. İndi sizdən nəyi soruşur? O neçə saat yatmış olar? 7,5 ləng yuxuda yatıb, 1,5 də tez yuxuda yatıb. Toplayırsan 7,5 üstə 1,5, o da eləyir 9 saat. Deməli bu insan 9 saat yatıb. Sadalanlardan hansı şərti refleksləri xarakterizə edir? Gəlin baxaq şərtini. Növün bütün fərdləri üçün eyni deyil. Şərti refleks xarakterizə edir. Eyni deyil. İrsən ötürülür. Sadalanlarda şərt yox, şərtsiz. Aha. Deyirəm, niyə çaşıram mən? Növün bütün fərdləri üçün eyni deyil. Bu şərtsizdir. İrsən ötürülür şərtidir. Canlını ətraf mühitə uyğunlaşdırır şərtsiz. Daimidir şərti. Lazım olmayanda itir. Yenə qarşıladıq. Baxın, növün bütün fərdləri üçün eyni deyil. Bu şərtidir. İrsən ötürülür şərtsiz. Canlını ətraf mühitə uyğunlaşdırır. Bu əsasən şərtidir. Daimidir şərtsiz. Lazım olmayanda itir şərti.
Növün bütün fərdləri üçün eynidir. Şərtsiz, çoxalmanı təmin edir şərtsiz. İndi burada baxırıq. Sadanlardan hansı şərt refleks xarakterize edir? Növün bütün fərdləri üçün eyni deyil şərti. İrsən ötürülür digəri. Adını deyəndə qarışdırıram. Canlını ətraf mühidə uyğunlaşdırır. Bu da şərtidir. Daimidir digəri. Daxili mühidin nisbi sabitliyini qoruyur. Əsasən bu da digəri, yəni şərtsizə. Refleks qövsü baş beyin yarımkürələri qabığından keçir şərti. İrsən ötürülmür şərti. Yuxu fazalarının maksimal davam etmə müddətini nəzərə alaraq bu adam 21:00-da yuxuya gedib. 23:00-da vəziyyətini tapmalıyıq. Gəlin tapaq. 21:00-da bu adam yuxuya gedib maksimum. 22:00-da baxın 21:00-da yuxuya getdi. Bu adam 22:00 23:15-də də belə deyim maksimal deyir. Ləng yuxu fazı 21:00-da yatanda ləng yuxu fazasına gedir. Bunun üzərinə gələsən 1,5 saat. Bu da hardasa 23:05 eləyir də. 21-in üstünə 1 gəldi nə eləyir? 22:05 eləyir. Çox gözəl riyaziyyatım var. Deməli 21:00-da yuxuya gedib ləng yuxu fazasına gedir 1,5 saat. Burada 21:00-da yatırsa, hardasa 22:05-də falan 22:05 yazım. Ləng yuxu fazasını bitirir. 22:05-də bu adam yatır tez yuxu fazasına. Tez yuxu fazası nə qədər olacaq? 15 dəqiqə. Hardasa 22, belə deyək, 15, 05-in üstünə gəlirsən, tez yuxuda 15, hardasa 22-20-də falan bu adam tez yuxudan oyanır, belə deyim. 22-20-də girir yenə ləng yuxuya. Hardasa 23-25-də falan bu adam 23-25-də falan ləng yuxu olur. 23-25-də ləng yuxudan çıxır. Aha, 22-25-də ləng yuxudan çıxır, yenə tez yuxu fazasına girir. İndi 23:00-da hansı fazada oldu? Ləng yuxu fazasında da, yəni 22:20-də ləngə girdi, 23-25-də çıxdı. 23:00-da ləngin içərisindədir, yatıb. İndi ləngə uyğun olanı tapmalıyam. Hesablamada biraz səhv gedə bilərəm, 5-3 rəqəm səhv gedə bilərəm də uzağı. Amma gedişat düzdür. Deməli, daxili orqanların fəaliyyətini artır, bu tezdir, səhvdir. Ürək siklinin davam etmə müddəti artır, ləngdir, doğrudur. Çünki döyünmə azalır deyə sikl artır. Tənəffüs sürətlənir, səhvdir. Ürək siklinin davam etmə müddəti azalır, səhvdir. Ümumi boşalma verir, doğrudur, ləngdir. Üzvü maddələrin parçalanması sürətlənir, səhvdir. Bədən temperaturu aşağı düşür, doğrudur, ləngdir. Aha, bunu bildik. İndi aşağıdakını tapmalıyam 23-35-də. Siz bildiniz ki, hardasa 23-20-də yuxarıda yazmışdıq da. Bu adam ləngdən çıxdı, ləng yuxudan çıxdı. İndi tezə girir. Üzərinə gəlirsən 15, 23-35-də bu tez yuxu fazasında olacaq. Yuxarıda yazmışdım da, bir də digərini yazmağa ehtiyac yoxdur. Mən yuxarıda yazdım, hesabladım ki, 23-20-də ləng yuxudan oyanır, girir tez yuxuya. 23-35-də artıq tez yuxuda olacaq. İndi bunu tapmalısınız. Daxili orqanların fəaliyyəti artır, doğrudur. Ürək siklinin davam etmə müddəti artır, yanlışdır. Tənəffüs sürətlənir, doğrudur. Ürək siklinin davam etmə müddəti azalır, doğrudur. Döyünmə artır deyə sikl azalır. Əzələlərin ümumi boşalması baş verir, səhvdir. Üzvü maddələrin parçalanması sürətlənir, doğrudur. Bədən temperaturu aşağı düşür, səhvdir. Baxın, burada bir dənə də sizə qeyd aparım, yenə deyirəm. İnsanda yuxu 4-5 sikldən ibarətdir. Bir dənə siklim 2 fazadan ibarətdir. Deməli 4 sikldə 8 faza var, 5 sikldə də 10 faza var. Bir fazam da ləng yuxu, bir də tez yuxu fazasıdır. Ləng yuxu maksimum 1,5, minimum 1. Tez yuxu minimum 10, maksimum 15. Amma axırıncı fazada, bu oyanma fazasında tez yuxunu minimum 20 ilə götürəsən, maksimum da 30 ilə götürəsən.